Bunlar yaxşı uçurlar ha. Belə iri olmağına baxmayaraq lal ördəklər. Bəzən uçub gəlirlər ta bəlkə 500 metr oyuna, sonra da uçub gəlirlər. Orada vardı qazlar. Açdı qəşəng biraz çimsinlər, ot yesinlər. Onlar da sıra ilə gəlirlər. Baxın, qazların 4'ü dişidir, biri erkək. Təsadüfən bu cür çıxdılar. Mən yumurtasını qoydum inkubatora yine bunların. Çıxdılar. 4-5'i düzdür öldü, amma babət belə 1 kiloluq oldular, öldülər. Nə xəstəlik tutdular bilmirəm. Amma bu 4 dişi bir erkək qaldı. Bak bunlar dişidir, bu qarada dişidir. Orada boynu uzun olan, iri olan. Bak bu erkəkdir. Bak quyruğun dik tutur erkək həmişə. Görürsünüz, o birlər quyruğun düz tutur. Bak onun quyruğu xoruz quyruğu kimi yuxarı gedir, dik durur. Bak görürsünüz. Həm erkək iri olur o birlərdən, başı da iri olur. Bədəni də iri, boğazı da uzun olur. Bak dişi ilə erkəyin fərqi odur bak. 8-9 aylıq, 10 aylıq qazdılar bunlar. Bir o qara 2 yaşındadır. Biraz arpa töşək yesinlər. Bunlar da qazlarımızın yumurtasıdır. Hər gün 2 dənə, 3 dənə yumurtlayırlar. 5'ten 4 tane dişi qaz. Yumurtaya da başlayıblar. Biraz arpa verim yesinlər. Yəni vermişəm səhər-səhər, qarınlar toxdur, amma çəkiliş üçün biraz arpa verim. Bu başını dik tutan erkək. Bax görürsünüz. Quyruğu da yuxarı doğru gedir erkəyin. Baxın fərqi budur. Dişi ilə erkəyin əsas fərqi həll olur. Bax.